hədis oxuyuram, Əd-Durər-Sünniyədədir. Hədis oxuyuram, Əd-Durər-Sünniyədədir. Harda gəlib? Müslimdə gəlib. Əd-Durər-Sünniyyə yox, Əd-Durər-Səniyyə. Adam kitabın adını üzündən doğru düzgün şəkildə oxuya bilmir. Hələ içindəkilərdən danışır. Bunu düzgün oxu, içindəkilərə sonra girərsən. Bunu bilmirsən, oradakiləri hardan biləcəksən? Kitabın adı Əd-Durər-Səniyyə fil-Əcribətin-Nəcdiyyədir. Amma bu adam oxuya bilmir kitabın adını düzgün. Sonra baxın nə deyir? Müslimdə belə gəlir. İndi bir qərar ver. Ey əmmaməli rafizi. Ey mülhid. Qərar ver, hardan oxuyursan? Müslimdə gəlir, əvvəl də deyir Əd-Durər-Sünniyyə. Onu da doğru deyə bilmir ha. Yenə desəydi ki, Müslimin şərhi belə bildirilir. Əd-Durər-Sünniyədə yenə dərd yarı. Subhanallah. Belələrindən din götürmək olarmı? Ay insanlar, özünüz baxın, yəni kitabın adını düzgün deyə bilmir. Bunun oxuyuşuna baxın, bunun kitab oxumasına baxın. Bu adi bir kitabı bu formada oxuyur. Gör, Qur'an-ı Kərimi nə halda oxuyur. Subhanallah. Həqiqətən bu adam Hüccətül İslam, nəyin Şeyxül İslam? Şeyx, tələbə belə deyil. Şeyx ola bilər, mülhidlərin şeyxidir. Ey rafizi mülhid, get kitabların adını doğru düzgün oxumağı öyrən. Doğru düzgün oxumağı öyrən və ərəb dilini biraz da təkmilləşdir. Daha doğrusu ərəb dili öyrən. Allah sizləri hidayət etsin. Estağfirullah və etûbü ileyh. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldir. يشأ يجعله على صراط مستقيم